Hərdən düşünürəm ki, yəqin həyatda mənim qədər sınan biri olmayıb. Ancaq bütün fiziki imkanları məhdud olan insanlar bilməlidir ki, heç bir fiziki çatışmazlıq qüsur deyil. Heç zaman qorxmayın ki, həyatınız nə vaxtsa bitəcək. Bu, həyatı istəklərinizə uyğun yaşaya bilmədiyinizdən qorxun. Paralimpiya hərəkəti mənə istəklərimə uyğun yaşamağı öyrətdi. Bir yarışın ancaq bir çempion olur. Məğlubiyyətdən qorxursunuzsa, tamaşaçı olaraq qalın. Amma unutmayın ki, qalib də, məğlub da mübarizənin nəticəsində məlum olur. Paralimpiya hərəkatı mənə mübariz olmağı öyrətdi. Əgər tez getmək istəyirsinizsə, tək gedin. İrəli istəyirsinizsə, birlikdə gedin. Paralimpiya hərəkatı mənə ailə xoşbəxtliyini bəxş etdi. Ola bilməz. Bu mənim yanaşmamda ən cılız sözdür. Bu düşüncənin arxasında kiçik insanlar dayanır. Paralimpiya hərəkatı mənə olmalıdır deməyi və varlığımı təsdiq etməyi öyrətdi. Güc birlikdədir. Mən bu birliyi öz ətrafımda hiss edirəm. Səni də bizimlə görmək istəyirəm. Çox sevirəm belə mahnıları dinləməyi. Elə mahnılar var ki, mənim həyatımın ayrı-ayrı illərini mənə xatırladır. Heç bir vaxt ürəyimə peşmançılıq düşmədi. Heç vaxt mən bir özümü əlil kimi hiss eləmədim və özümü aparmadım. Cəmiyyətdən də kənar özümü saxlamamışam. Fatih məktəbinin müəllimi gəldi. Dedi, Balakəndə armrestlinqdə yarış keçirilir. Mən də deyirəm, armrestling nədir? Deyir, belə bilmirdim. Dedi, qol güləşdirmə yarışlardır, gedirik ora. İndi deyirəm, müəllim, məni də aparasız bəlkə. Dedi, səni hara aparım, sağlamlardır. Deyir, səni yarışa buraxmayacaqlar, söhbət getdi. Mən də əllərimin üstünə çıxdım, 4-cü mərtəbə icra hakimiyyətin yanına. Dedim, belə bir yarış var, məni yarışa buraxma. İcra hakimi mənə baxdı, götürür, dedi, biz fərq eləyirik, sənin kimi idmançı sağlamlara çıxmağına. Buyur, buraxın bunu. Nəysə, çıxdım həmin günü Balakən üzrə çempionu oldum qol güləşlərdə. Onun üçün kiçik bir yarışda əldə etdiyi qələbə gələcəyə ümid demək idi. Anadan gəlmə fiziki məhdudiyyətli olmasına baxmayaraq, qələbələrini sağlam idmançılar arasında keçirilən yarışlarda qazanırdı. Bəlkə də taleyin qismətidir ki, bugün Paralimpiya hərəkatının simalarından olan Uluxan Musayevin ilk qələbələri Milli Paralimpiya Komitəsinin yarandığı dövrə 1996-cı ilə təsadüf etdi. 9 fevral 1996-cı il Gənclər və İdman Nazirliyinin akt zalında Milli Paralimpiya Komitəsinin təsis konqresi keçirilir. Həmin gün Azərbaycanın idman tarixinə Paralimpiya hərəkatının təməl günü kimi daxil olur. Milli liderimiz Heydər Əliyevin rəhbərliyi altında sosial siyasətin formalaşdırılması, onun həyata keçirilməsi, yeni qanunların hazırlanması, ümumiyyətlə o vaxtı yeni müstəqil ölkənin sosial siyasət bazasının, sosial bazanın yaradılmasına bağlı çox işlər görürdük. O zaman Gənclər və İdman Naziri Əbülfəz Qarayev tərəfindən mənə təklif olundu ki, belə bir dünya hərəkatı var. Biz əgər əlillərlə sıx əlaqədə və intensiv şəkildə işləyiriksə, bu idman təşkilatı ilə də biz maraqlanmalıyıq və bəlkə də Azərbaycanda onun bir nümayəndəliyini və Azərbaycanda onun bənzər bir təşkilatın yaradılmasına bağlı işlər görməliyik. Və bu tərəfdən də bizə çox həvəsli idik ki, Atlanta Paralimpiya oyunlarına 96-cı ilin oktyabrında Paralimpiya oyunları başlaydı. Bir qrup çatdıraq, gedək orada iştirak edirik. İlk dəfə olaraq Zaqulba Gənclik Mərkəzində olimpiyaçıların yola salma mərasimi idi. Paralimpiyaçılara da dəvət elədilər. Biz orada xüsusi qurğularımızı apardıq. Gündüz İsmailov orada powerlifting nailiyyətlərini nümayiş etdirdi və cənab Prezident Heydər Əliyev o vaxtı bizə yaxınlaşdı. Paralimpiya Komitəsi ilə maraqlandı, bizə uğurlar arzu etdi və Gündüz İsmailov onun üçün bir neçə dəfə ştanqanı qaldırdı və ona çox xoşuna gəldi. İlk işə başlayanların üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür, deyirdi ulu öndərimiz. O zəhmətin və insanın ruhunun qazana biləcəyi uğurların gücünə inanan biri olduğu üçün elə böyük inançla da xeyir duasını verdi paralimpiyaçılarımıza. Azərbaycanın idmançıları böyük uğurlar qazanacaqdır.
və Azərbaycanın şanını, şöhrətini daha da yüksəldəcək. 7 nəfər idmançı ilə biz Amerikaya yola düşdük. Həmən Amerikada bizə izah elədilər ki, 7 nəfər olmaz, sizə 2 yer veririk. 2 yerlərdən biri atletikadır, biri də ki, powerlifting. Atletikada bizim hazır idmançımız vardı, Antofi Aleksandr. İkinci isə powerliftingdə çıxış edən bizdə Gündüz İsmailov idi. Taleyin acı qisməti nəticəsində fiziki məhdudiyyəti olan Gündüz, insanın iradəsi hər şeyə qalib gəlir deyərək məşqlərə başlayır. Paraliz nəticəsində keçirdiyi miyellit xəstəliyindən sonra, hansı ki mənə ümid həyatda itəndən sonra mən özlərimdə demək olar ki, hələ o 3 yaşından işlədim. İmitasiya ilə beynimdə özümə inana qədər, gözümün qabağında o qələbələri və yaxud ayağa durub gedməyi, onu beynimdə yaşada mən bu fantaziya kimi onu reallaşdırdım həyatda. Qalib gələndə, 4 dünya rekordu edəndə o zaman mən hələ bir ki, həyata yenidən gəldim. Sidney medallarımız bütün paralimpiya hərəkatına çox böyük bir təkan verdi. Первое мое выступление, оно сразу удачное. İlk çıxışım oldu Paralimpiya oyunlarında və uğur qazandım. Bu hərəkatın mənə bəxş etdiyi ən böyük xoşbəxtlik idi. Amma çox həyəcanlıydım. Son anda özümü topladım və atəş açdım. İllər boyu məqsədli hazırlıqlar bu cür yüksək nəticə verdi. Тренировок дали такие результаты. 3 saniyə qalmış bu atəş aç. 10.2. Gümüş medal qazandı. Və Yelena Taranova mən qeyd edim ki, Heydər Əliyev görüş zamanı çox belə deyək, ruh yüksəkliyini qeyd etdik. Çünki Yelena Taranova 25 kişi arasında bir qadın təmsilçisi kimi iştirak edirdi və o onu söylədi ki, sən kişilər arasında o gümüş medalı qazanmısan. Yeganə qadın idin ki, kişilər arasında çıxış edirdin. Sən elə o kişilərə bərabər bir qadınsan. Planlarımız uyğun olaraq, hazırlıq məsələlərimiz uyğun olaraq artıq orada bir nailiyyətləri qazanmalıydıq və öz qarşımıza bu məqsədi qoymuşduq. Elə buradan Sidneyə getməyin özü bir problem vardır. O yarışlarda iştirak etmək, orada bütün onun əziyyətini çəkmək. Amma orada iştirak etmək, əziyyətini çəkmək, yüksək nailiyyətlər əldə etmək, Azərbaycanın bayrağını qaldırmaq, Azərbaycanın himnini orada çaldırmaq. Bu təbiidir ki, sizin hər birinizin nailiyyətinizdir və Azərbaycan xalqının, Azərbaycan dövlətinin nailiyyətidir. 97-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi və demək olar ki, bizim əsl inkişaf mərhələmiz bundan başladı. Biz Olimpiya Komitəsi ilə sıx əlaqələr qurduq. Beləcə, Milli Paralimpiya Komitəsi bir ailə olaraq formalaşdı. Artıq fiziki imkanları məhdud olanlar nəinki var olan sağlamlıqlarını qorumaq, möhkəmləndirmək istəyirdi. Həm də ətrafında olan yüzlərlə yeni həmvətənləri ilə birgə mübarizəyə qoşulmaq ruhu ilə yaşayırdı. Və budur, ruhun gücü artıq daha çox qələbələrə imza atmaq üçün yola çıxmışdı. Qarşıda isə Afina Paralimpiya oyunları gəlirdi. ...1995-ci ildə mən Mehdiçəlizadə adına şəhər stadionunda Əhməd Məmməd Rəcəbli başçılığı altında judo məşqlərinə başladım. Şəhər birinciliyinə buraxdım, orada qalib gəldi. Sonra respublika yarışlarına buraxırdım. Bərabər vəziyyətdə məsələn güləşirdi, finala çıxırdı, yarım finalda olurdu. Sonra elə oldu ki, sambo ilə judo yaxın növ olduğuna görə sambo yarışına da mən onu buraxdım. Samboda da respublika birinciliyinin qalibi oldu. Son yarışım oldu. İyun ayında 98-ci ildə Azərbaycan kubokunun qalibi oldum və o kuboku qazanmaqla mən Moskvada keçirilən yeniyetmə olimpiyadasına vəsiqə qazandım. Lakin yaşım tamam olduğundan 98-ci il bir ay sonra iyulun 2-si mən hərbi xidmətə çağırıldım və getdim vətənə borcumu verməyə. Füzuli rayonunda Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığı yerinə yetirən zaman düşmən snayperinin gülləsindən tuş gəldi. Bu yaralanma nəticəsində mən görmə qabiliyyətini tamam itirdim. Çağırır vətən, çağırır ana. Həyat qəribədir. Xüsusilə gözləmədiyimiz təsadüflərlə dolu. Sabah nə olacağından əmin olmamağımızsa boşuna deyilmiş. Həyatın hazırladığı acı təsadüflərdən biri də
Namərd gülləsinin nəticəsində İlhamın hərbi xidmətdən 1-ci qrup Qarabağ əlli kimi dönməsi oldu. Həmin vaxt mən yenidə idmana qayıtmağım biraz qeyri-real görsənirdi, lakin bunu reallığa çevrilən Milli Paralimpiya Komitəsi oldu. Əskəri xidməti yarımçıq qoyub qayıtsam da mən vətənə xidməti tatamidə davam etdirirəm. Bu şüar kimi gedir. İlk gündən İlham deyirdi. İlham Zəkiyev Kanadanın Kvebek şəhərində keçirilən görmə əlilliyi olan insanların 2-ci dünya oyunlarında iştirak edir. 2004-cü il Paralimpiya oyunlarına lisenziya qazanır. Bu yarış görmə qabiliyyətini itirdikdən sonra İlhamın ilk yarışı idi və İlham qalib oldu. İlk medalını qazanaraq Afina Paralimpiya oyunlarına vəsiqə qazandı. Bu sevinç anları bəlkə də sonradan Olimpiya oyunlarından da güclü idi. Bilirsiniz, o an çünki ilk addım idi. O ilk dəfə olaraq Paralimpiya oyunlarında iştirak edir. Həmin il ölkədə daha bir əlamətdar hadisə baş verir. Hamı istəyirdi ki, qızıl medal qazansın. Azərbaycana qızıl medalla dönsün və ilham olaraq o qızıl medalı gətirsin və Prezident İlhama hədiyyə olaraq prezident seçkilərində onu təqdim etsin və o Prezident İlham Əliyevi bu qələbəyi daha da ruhlandırsın prezident seçkilərində. Belə bir ideyamız vardı və şükür Allaha ki, o ideyamız baş tutdu. Həm İlham Zəkiyev qızıl medal aldı, həm İlham Əliyev o zaman prezident seçildi və bu Paralimpiya hərəkatında da növbəti bir tarixi mərhələ idi. Afina Paralimpiya oyunlarına 9 idmançı ilə yollanan millimiz 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazandı. Bu Paralimpiya oyunlarında idmançılar dünya və Paralimpiya rekordlarına imza attılar. Я понимал, что я стал чемпионом. Mən anlayırdım ki, çempion oldum. Bu çox qeyri-adi hisslərdir. Tək onu anlayırdım ki, himnimizi səsləndirdim, bayrağımızı yüksəltdim. Həmin anlarda yadıma çətin vaxtlarım düşdü. Necə idmandan getmək istəyirdim. Belə məqamda necə Paralimpiya Komitəsi mənə yeni şans oldu həyatda. Mənim üçün çox sevindirici idi ki, bu hərəkata qatılmışdım. Я был очень рад этому, что я попал в это движение. Artıq Paralimpiya hərəkatı getdikcə inkişaf edirdi. 2008-ci il paralimpiyaçılarımız üçün daha əhəmiyyətli oldu. Pekin Paralimpiya oyunlarına qazanılan çoxlu sayda lisenziya və Sumqayıtda Paralimpiya kompleksinin açılışı sevinç üstünə sevinç gətirdi. Cənab İlham Əliyev, Mehriban xanım açılışda iştirak elədilər, həm kompleksi açdılar, kompleksinə tanış oldular və kompleksin akt zalında paralimpiyaçılarla görüşdülər və onların Pekin Paralimpiya oyunlarına yola salma mərasimi baş verdi. Bütün MDB məkanında ilk dəfədir ki, paralimpiyaçılar üçün xüsusi və çox yüksək səviyyədə, yüksək dünya standartlarına uyğun şəkildə idman mərkəzi tikilibdir. Bir də deyirəm ki, mən bugün bu mərkəzlə tanış olarkən bir də gördüm ki, həm məşq eləmək üçün, yarışların keçirilməsi üçün burada bütün şərait var, bütün imkanlar var. Və bu xeyir duanı nəzərə alaq bizim belə deyək, ən uğurlu çıxışlarımızdan biri məhz Pekin Paralimpiya oyunlarında oldu. İlham Zəkiyev artıq 2 qat Paralimpiya çempionu oldu. Uluxan Musayev atletik idman növündə dünya rekordçusu oldu və Paralimpiya çempionu oldu. Birinci bura soxulundan mən o qırmızı xətti 1 metr keçdim. Studiyalar pərəmpər oldu, qaçdılar dalar, tez xətti götürdülər 13 metrədən. 1 metr keçmişəm axır. Elə bildilər 13 metrədə dayanacam. Elə ikinci problem bunu da keçdim. İzah eləmə olan hisslər deyil. Bunu hər bir insan yaşamaq lazımdır. Fərz eləyin, Pekin, dünyanın bir qırağı, Azərbaycanın himni oxunur, Azərbaycanın bayrağı. 90 min adam ayaq üstə durur. Bu çox böyük nailiyyətdir, çox böyük qələbədir və baxmayaraq ki, Paralimpiya oyunları çox çətin bir yarışdır. Onlar bu yüksək nəticələr göstərməklə həm öz imkanlarını bütün dünyaya sübut etmişlər, həm də ki, Azərbaycanın şöhrətini yüksəklərə qaldırmışlar. 2012-ci ildə Londonda keçirilən Paralimpiya oyunlarında qazanılan nailiyyətlər isə idmançılarımızın növbəti təntənəsi oldu. Təmsilçilərimizin böyük qələbələri bir daha təsdiq etdi ki,
Onlar əsl idman ölkəsində yaşayırlar. Yarışlara gedəndə həmişə qalibiyyəti düşünmüşəm, qızıl medalı düşünmüşəm. Paralimpiyada qoşulanda yalnız məqsədim qızıl medal idi və inanırdım özümə. Ən başlıcası özünə inam olmalıdır, o da məndə var idi. Şükür Allaha ki, bu mənə qızıl medal qismət oldu. Qarşımıza məqsəd qoyduq ki, bütün federasiyada, məşqçilər də ki, biz bəs paralimpiya çempionu olmalıyıq. Yəni 4 il daha da səylə məşq elədik və arzularımıza London Paralimpiya oyunlarında çatdıq və qızıl medala layiq görüldük. Əlbəttə o anlar illər keçib, elə bil dünən olub, yaddan çıxmayan çox gözəl anlardır. Mən çox istəyirdim ki, bu olimpiyada 2012-də axırıncı olimpiyada birinci yer qazandım. Nəyə görə ki, mən çox hazırlaşmışdım ki, bayraq istəyirdim qaldırmaq Londonda. Çox şadam ki, bizim Azərbaycanlı birinci yer tutdu ki, ikinci mən oldum. Yenə bizim bayraq qalxdı. 15 metrdən artıq tullandım və heç kim bu nəticəni yeniləyə bilmədi. Mənim üçün bu gözləmədiyim bir hədiyyə oldu sanki. Çox xoşbəxt idim. Nəhayət, Paralimpiya oyunlarında ikinci qızıl medalımı qazandım. O 2 qat paralimpiya çempionudur. Uzunluğuna və 3 təkanlı tullanmada və 2 gümüş medal qazanıb Pekində və Londonda. Ən böyük arzusu Rio Paralimpiyadasında 3-cü qızıl medalı qazanmaqdır. Bizdə hələ bu nəticəyə malik idmançı yoxdur. Beləcə, qələbə arxasınca qələbə onları daha da ruhlandırdı. Qayğı və sevgi ilə əhatə olunan insan daim qələbə qazanır. Natali də onlardandır. Natalinin rekordu paralimpiyaçılarımızın ən gözəl uğurlarından idi. Üzgüçümüz Londonda daha bir rekorda imza atdı. O, 1 qızıl və 4 gümüş medal qazanmaqla möhtəşəm nailiyyət əldə etdi. Eyni paralimpiya oyunlarında 5 medal qazanan Azərbaycan idmançısı kimi tarixə düşdü. Mən öz qüvvəmi sonuncu günə saxlamışdım. Həmin gün səhhətimdə problemlər var idi. Fikirləşirdim ki, görəsən qızıl medal qazana biləcəmmi? Ən başlıca istəyim yeni dünya rekordunu təzələmək idi. Bütün gücümü topladım və qızıl medal qazandım. Dünya rekordunu da təzələdim. Çox şad idim. Çünki o mənim ümidlərimi, Paralimpiya Komitəsinin ümidlərini, bütün rəhbərliyin ümidlərini yerinə yetirdi. Bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırdılar. Bu böyük qələbədir, böyük nailiyyətdir. İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır. Azərbaycanda bu belədir. Və nəhayət, illərdə bütün Avropanın xəyal etdiyi, lakin gerçəkləşdirə bilmədiyi Avropa oyunları Bakıda. Bütün Avropanın, xüsusilə Azərbaycanın sevinclə gözlədiyi Avropa oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərarın qızıl tarixi 2012-ci il 8 dekabr. Məhz bugün yalnız Azərbaycan Avropanın inkişaf etmiş ölkələrinin belə bacarmadığı ilkə imza atdı və 2015-ci il 12 iyun ölkəmiz beynəlxalq tədbirə ev sahibliyi etdi. Biz Mehriban xanıma təşəkkür bildiririk. İlk dəfə keçirilən Avropa oyunlarına məhz paralimpiyaçıların iştirakına şərait yaradıldı. Məşələ alovlandıranda orada mənim cənab prezidentlə belə bir dialoqum oldu ki, cənab prezident 26-sı iyun mən güləşəcəm silahlı qüvvələrin yaranması günü və çalışacağam Ali Baş Komandanımıza bir medal hədiyyə edeyim. Şükürlü olsun o qızıl medalı mənim boynuma asanda mən ilk əvvəl onu silahlı qüvvələrin yaranması günü münasibəti ilə təbrik elədim. Sonra onu dəvət elədim fəxri kürsüyə qalxmağa. Sağ olsun o da mənim dəvətimi qəbul elədi və qalxdı mənimlə fəxri kürsüyə. Fəxri kürsüyə qalxdıqda isə mən ona dedim ki, cənab Ali Baş Komandan Əskər Zəkiyev verdiyiniz döyüş tapşırığını yerinə yetirdi, yəni qızıl medal qazandı. Həqiqətən də böyük bir ruh yüksəkliyi bütün insanlar hiss elədilər və mən deyə bilərdim ki, ən yadda qalan anlardan biri olubdur. 7000 tamaşaçı birdən-birə hamısı Azərbaycan himnini oxuyurdular. Bu çox qürur verici bir hadisə idi. Həm iki bayraq, Azərbaycan bayrağı dalğalananda çox böyük sevinç hissi keçirirdim. Hər bir idmançıya arzulayıram böyük nailiyyət əldə eləsin və paralimpiya mənim gəlişim, mənim uğurlarım məni daha da həvəsləndirdi. O yarışların hər bir anında, hər bir yarış günü orada olmaq, bizdən qabaq neçə idman növü var idi və orada onların sevinci bizi daha da irəlidə yarışa hazırlayırdı, həm psixoloji, həm qələbəyə səsləyirdi.
Bu yarış demək olar ki, mənim üçün ən çətin və ən şərəfli bir yarış oldu. Hansı bir tapşırıqlar vermişdim, o tapşırıqlarda yerinə yetdi. 2017-ci ildə ölkəmizdə keçiriləcək 4-cü İslam həmrəylik oyunlarına paralimpiya üzrə paraatletika və parajudo idman növlərinin də salınması Mehriban Əliyevanın Təşkilat Komitəsinin sədri kimi bu sahəyə verdiyi yüksək qiymətin bariz nümunəsidir. Yenə də Mehriban xanımın təşəbbüsü ilə biz paralimpiyaçılar bu oyunlarda təmsil olacaq. İslam oyunlarda da onlar üçün heç bir problem olmayacaq. Bütün onlar üçün şərait yaradılıbdır. Onlar çox asanlıqla hər bir idman qurğuya, həm də kənddə qala biləcəklər. Həmin oyunlarda qalib olmaq üçün lazım olan bütün çabalarını ortaya qoyacaqlar. Gündəlik güclü məşğul ediləcəklər və inanıram ki, bu uğurlar davam edəcək. Həmin oyunlarda da biz bu uğurları görəcəyik. Son 20 il ərzində idmançılarımızın paralimpiya oyunlarında, ilk Avropa oyunlarında və beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar görülən geniş miqyaslı işlərin bariz nümunəsidir. Sağlamlıq imkanları məhdud olan bu insanlar bir zaman özlərini cəmiyyətdən kənar tuturdularsa, bugün onlar artıq hər bir vətəndaşa nümunədirlər. Paralimpiya ailəsi onlara fiziki məhdudiyyətin ruhun gücü qarşısında aciz olduğunu öyrətdi. Həyat, yaşamaq sərhəd tanımır. Əsas odur ki, sən istəyirsən və inanırsan. Bu hərəkata qoşulduqdan sonra paralimpiyaçılar sanki həyatlarının ikinci baharını yaşadılar. Bugün onlar gözəl ailə və övlad sahibidirlər. Onlar da sevdilər və istək, amal, yaşam uğrunda insanın bədən kasatlığının heç bir əhəmiyyət daşımadığını sübut etdilər. Qalib və Zinnət. Bu ailə paralimpiya hərəkatına qoşulanların sevgilərinin bəhrəsidir. İkimizdə bir ürək var, yarı məndən, yarı səndən. Zinnət xanımı mən çoxdan tanıyırdım. Çünki 97-ci illərdə təxmin. Amma belə bir fikrim yox idi açığı. Çiçək bitir, gül üzümdə, mən aman. Qalib mənim də o da rayondan gəlmişdi, bildiyiniz kimi. İdmana təzə yazılmışdı. İdmana gəldikdən sonra tez-tez qarşılaşırdıq, nə bilim yarışlarda, tədbirlərdə. Paralimpiya hərəkatına biz gəldikdən sonra mənim həyatımda çox şeylər dəyişdi. İdmanın çox köməyi oldu ki, öz sözümü deyə bildim, iradəm daha da gücləndi, özümə inamım daha da çoxaldı. Paralimpiya hərəkatı, paralimpiya ailəsi yeni Azərbaycan ailələrinin yaranmasını da təkan verir. Və onlar bu Paralimpiya Komitəsinə üz tutmaqla özlərini reallaşdırmaq, özlərini gerçəkləşdirmək imkanı əldə edirlər. Fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunmasında ailələrinin, yaxınlarının rolu böyükdür. Onlar doğmalarında sevgi, diqqət görürlərsə, maraq göstərdikləri sahələrdə də özlərinə inanırlar və normal sağlamlıqları varmış kimi həyata davam edə bilirlər. ADA Universitetinə mən daxil olarkən, bura işləməyə girərkən özümü, yəni fiziki məhdudiyyətli insan kimi hiss eləmirəm. Ona görə ki, çox gözəl şərait yaradılıbdır. Sağ olsunlar, hər kəs kimin ki əziyyəti var burada. 2012-ci ildən paralimpiya hərəkatına qoşulandan sonra həyatım tamamilə dəyişdi. Yəni bu dəyişikliklərin sırasına Asan Xidmət Mərkəzində çalışmağımı da əlavə etmək olar. Mən 2013-cü ildən çalışmağa başladım Asan Xidmət Mərkəzində. Sözün əsl mənasında asanla işlərim asanlaşdı. Bədii obrazın ritmik, plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növüdür rəqs. Ruhu güclü olmayan birisi bunu dərk edə bilmir. Vüsalə Kərimova Paralimpiya Komitəsinin əlil arabasında idman rəqsi növü üzrə milli komandasının üzvüdür. Tərəf müqabili Tamerlan Qədirovla birlikdə onlar bir sıra beynəlxalq yarışlarda ölkəmizi təmsil edib. Üç rəngli bayrağımızı zirvələrə qaldırıblar. Mən görürdüm ki, Vüsalə çox çalışqandır. Rəqs etmək istəyir, həvəsi var. Mənə də maraqlı gəldi onunla rəqs etmək. Həmişə istəmişdim, lakin necə qoşulacağam, yəni necə müraciət edə bilərəm, yəni belə suallarla biraz qarşımda dururdu. Ancaq qismət oldu və 2012-ci ildən idman rəqsləri ilə məşğul olmağa başladıq. Ən çox müsabiqələrdən güc alırdıq. Baxırdıq ki, hamıda məşqçilər var, müəllimlərlə məşğul olurlar. Amma biz özümüz məşğul olurduq. Bizim üçün çox böyük nailiyyət oldu. Qitə kubokunu qazanmaq və Avropa çempionatında iştirak etmək. Əlilliyi olan şəxs
qəza keçirdikdən sonra depressiyaya düşür, öz halından utanır, öz əl arabasından utanır və bütün bu məqamlardan çıxıb hətta rəqs eləmək buna çox böyük cəsarət lazımdır həqiqətən. Bəzən cəmiyyətdə əlil, şikəst, qüsurlu terminləri işlədirlər. Ancaq mən burada o insanların iradəsi, mərdliyi görəndən sonra mən artıq əmin oldum ki, həmən insanlarda olan inam, istək, özünə inam və hədəfə çatmaq həvəsi sağlam insanlarda yoxdur, inanın. Mənim işləməyim Milli Paralimpiya Komitəsində tək mənim özümə müsbət deyil, bütün əlilliyi olan insanlara müsbətdir. Bu inteqrasiya balaca bir ailədə baş verirsə, təbii ki, bu inteqrasiyanın kənarından gələnlər çalışırlar ki, bu inteqrasiyanın sərhədləri açılsın. Əgər idmançıya əlil gözündən biz baxsaq, onun gələcəyi olmaz və ona psixoloji təsir edir o da. Biz ona sağlam kimi baxmalıyıq ki, o özünü cəmiyyətin bir üzvü kimi hesab etsin. Tədbirləri məni görəndə həmən gün adım onların yaddaşında qalır. Lakin bir müddət sonra onların yadında qalan bir tek şey olur. Əlil arabasında bir oğlan idi. Və mənə verilən dəyər sözsüz ki, digər əlil bacı qardaşlarıma mənim verilir. 2013-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılır. Komitənin yaradılmasında məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması və onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Uşaqlar kənarda qalmışdı. Görürdük ki, paralimpiya kompleksinə xeyli sayda valideynlər uşaqlarla gəlirlər, sağlamlıq imkanları məhdud olan uşaqlardır və burada belə bir ideya yaratıb, bunlar da bir təşkilat formasında çevirək. Böyüklərin qələbələri, onların yüksək nailiyyətləri uşaqlıqdan formalaşır, uşaqlıqdan gəlir və biz sevinirik ki, bu qərar elə bir ki, təsdiq olunubdur və komitə yaranıbdır. Biz inanırıq ki, həqiqətən də paralimpiyalar üçün böyük bir dəstək olacaq. İlk səsimizə səs verən UNICEF-in Azərbaycan nümayəndəliyi oldu. 2013-cü ilin oktyabrında Milli Paralimpiya Komitəsi və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında bir memorandum imzaladıq. Bu anlaşma memorandumunun vacib uğurlarından biri sağlamlıq imkanları məhdud olan uşaq və gənclərin idmanın gücü vasitəsilə bərpası, sağlam inkişafı və cəmiyyətə inteqrasiyasına böyük töhfə olan Uşaq Paralimpiya Hərəkatının yaranması oldu. Biz Milli Paralimpiya Komitəsinin idman sahəsindəki uğurlarından, xüsusilə 2012-ci il London Paralimpiya oyunlarında 21 idmançının iştirakı ilə 12 medalla nəticələnən uğurlu çıxışından xəbərdarıq və bu uğuru böyük qiymətləndiririk. Lakin bizim əməkdaşlığımızın daha çox əqli və fiziki imkanları məhdud uşaqların idmana cəlb olunması və beləliklə onlara qarşı cəmiyyətimizin bəzi üzvləri arasında təəssüf ki, hələ də qalmaqda olan mənfi rəyin qırılmasına yönəlib. Beləliklə biz ümid edirik ki, təhlükəsiz və inklusiv idmana cəlb olunmaqla bu uşaqlar sosial ünsiyyətin daha mənalı yollarını tapacaqlar. Bir il ərzində yetişdirdiyimiz 50-yə yaxın uşaq idmançı bu böyük bir nailiyyətdir. Çox məmnunam və bundan sonra uşağımın həyat tərzi dəyişib. Belə deyim, daha həvəslidir hər şeyə. Ümumiyyətlə dərslərinə də, rəsminə də, yəni üzgüçülüyünə də və üzgüçülüyü hədsiz çox sevir. Beləliklə əldə olunmuş nailiyyətləri nümayiş etdirməyin zamanı idi artıq və dünyada ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi və Azərcell Telekom MMC-nin birgə təşkilatçılığı ilə birinci Uşaq Paralimpiya İdman oyunları keçirildi. Birinci Uşaq Paralimpiya İdman oyunları göstərdi ki, regionlardan nə qədər maraq var. Düşünürük ki, biz regionlarda Uşaq Paralimpiya Komitəsinin bölmələrin, klubların yaratmalıyıq. Ola bilsin ki, hər bir uşağın məqsədi çempion olmaqdır. Amma buna hər adam gedib nail ola bilmir. Lakin çempionluq yolunda o cəmiyyətdə öz yerini tapmış olacaqdır. Belə layihələrin həyata keçirilməsi Milli Paralimpiya Komitəsinin artmaqda olan beynəlxalq nüfuzunun göstəricisidir. Bu məqsədlə komitə beynəlxalq əlaqələrini günü-gündən genişləndirir. Təsəvvür etmək çətindir ki, 20 il bundan əvvəl beynəlxalq idman tədbirlərinin iştirakçısı olmayan bir ölkə
2012-ci il London Olimpiya oyunlarında 10 medal və Paralimpiya oyunlarında isə 12 medal qazana bilsin. Əminəm ki, Azərbaycan Rio de Janeiro Olimpiya oyunları üçün qarşısına bundan da iddialı məqsədlər qoyub və BP Azərbaycan olaraq biz bu məqsədləri dəstəkləyəcəyik. BP şirkəti Azərbaycanın Milli Olimpiya və Paralimpiya komitələrinin rəsmi tərəfdaşıdır və bununla fəxr edir. 2011-ci ildən etibarən BP şirkəti hər iki komitəyə dəstək göstərib. Şirkətimizin seçdiyi və dəstəklədiyi bir qrup məşhur idmançılar var ki, biz onları xüsusi nümayəndələrimiz adlandırırıq və onları BP ailəsinə qəbul etmişik. Biz bu idmançılarla fəxr edirik. Onların hamısı həm BP şirkətinin, həm də Olimpiya və Paralimpiya hərəkatlarının bölüşdüyü ümumi dəyərlərin, mükəmməllik, hörmət və cəsarət dəyərlərini özündə birləşdirirlər. Milli Paralimpiya Komitəsi bir sıra festival və yarışlar keçirməklə paralimpiyaçılarımızda ruh yüksəkliyi yaradır və onları qələbəyə səsləyir. Belə xoşməramlı layihələrdən biri də Milli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə Rusiya-Azərbaycanlı Gənclər Təşkilatının dəstəyi ilə Moskvada baş tutub. Paralimpiyaçılar Kamal Məmmədov və Vüsalə Kərimova 4000 metr hündürlükdən paraşütlə tullanaraq hər kəsə nümunə olacaq bir addım atıblar. İlk dəfə mən paraşütlə tullananda mən heç ağlıma da gəlməzdi ki, mən kiməsə stimul vermiş oldum. Kimsə bundan motivasiya aldı. Yaranan pozitiv rezonansı gördükdən sonra sözsüz ki, belə addımlarımın sayını çoxaltmaq istədim. Təklif qarşıma çıxanda mən o qədər belə heyranlıqla, o qədər sevinclə qarşıladım və çox şükür alındı və biz Moskva səmasından 4000 metrdən atladıq və həmin hissləri mən də yaşadım. Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində alovlanmış Qarabağ müharibəsi zamanı birləşərək torpaqlarımızın müdafiəsinə qalxdılar, qazi oldular. Bu gün də onlar birdilər. Oturaq voleybol komandasının üzvləri kimi Azərbaycanın şərəfini qoruyurlar. Hərəsinin özünün yaşanmayan, lakin qurulmuş xəyalları var idi. Və birdən-birə müharibə, birdən-birə zədə almaq, travma almaq, ayağın amputasiya olunması, bütün bu xəyalların üstündən bir anlıq olaraq xətt çəkir. Yaralanıb gələndən sonra evdə 6 ay evdə oturmuşam, özümə qapanmışam. O sıxıntılarım ilk əlilliyim günlərimdə oldu. Yəni təzə vaxtı əlil olanda özümə heç cürə beynimə salan bildim ki, mən artıq əliləm. Artıq həyatın bunu qoyduğu fakt və çıxılmaz bir tərzdə bu öz həyatını yaşamalıdır. Və bu anda belə bir idman növü ilə onların məşğul olması və bununla bərabər Azərbaycan bayrağını bir döyüşçü olaraq dünya idman arenalarında çiyinlərində daşımaq, əllərində daşımaq və Azərbaycan himnini oxumaq görün nə qədər qürur verici haldır. Özümə çox dostlar tapdım. Həyatımda çox dəyişiklik oldu. Ailə qurdum. Vətənimizi qorumaq şərəfinə nail olduq. İkinci şərəf də yenə vətənimizi qoruyuq, sadəcə idman sahəsində təmsil eləmək. Bu iki dənə şərəf elə şəxsən mənim nəsib olmağına çox xoşbəxtəm. Azərbaycanda oturaq voleybol idman növünün yaranması və inkişaf etdirilməsində bunların hamısının özünün xüsusi dəstxəti var. Qarabağ qaziləri olaraq ölkəmizi beynəlxalq miqyasda təbliğat maşını kimi artıq tarix yazan bu qəhrəmanların ən böyük arzusu Rio 2016 Paralimpiyadasına vəsiqə qazanaraq ilk komanda idman növünün təmsilçiləri kimi tarix yazmaqdır. Rioya vəsiqə qazanmaq indi hər bir paralimpiyaçımızın arzusudur və 20 ilə nəzər salanda bunun arzu olaraq qalmayacağına əmin olur insan. 1996-cı ildən bu günə qədər dinamik inkişaf yolu keçirik. Əgər 96-cı ildə medalımız yox isə, 2000-ci ildə 2 medal, 2004-cü ildə 7 medal, 2008-ci ildə 10 medal, 2012-ci ildə 12 medal qazanmışıq. Bax, bu dinamik inkişaf yolunu bir daha davam elətdirmək fikrimiz var. Bütün idmançılarımız öz fəaliyyətlərini bax bu iş üzərində qururlar ki, lisenziya qazansınlar və lisenziya qazandıqdan sonra da qarşıda duran paralimpiya oyunlarında yüksək nəticələrlə çıxış eləsinlər. Azərbaycan o ölkələrdəndir ki, idmançıların növbəti paralimpiya oyunlarına üçüncü dəfə uğurlarını təkrarlamaq üçün gedirlər. Onların sırasında dünya rekordçuları da kifayət qədərdir. Qazaxıstanın Almatı şəhərində açıq Asiya çempionatı keçirilir. Yəni siz bilirsiniz ki, dünyada ağırlıq qaldığımız ən güclü Asiya, Afrika ölkələridir. Yəni ora bizə də icazə verirlər, Avropa ölkələrindən çıxış eləmək. Yəni bu yarışda erişən çox belə gözlənilməz bir nəticə göstərir. Yəni 242 kilo dünya rekordu. Bu nəticə ilə, bu 242 kiloqram nəticə ilə
dünya rekordu Azərbaycanındır və onu da mənə qismət olub onu yerinə yetirmək. Paralimpiya ailəsinin üzvləri sanki tarixi qələbələri ilə yazmağı bu 20 ildə qarşılarına məqsəd qoydu. Onlar bu ailəni 20 il qoruyub saxlamaqla yanaşı həm böyütdülər, həm də güclülərdən güclü, əzmkarlardan əzmkar, sağlamlardan daha sağlam kimi tarix yazdılar. Əgər insanın güclü ruhu varsa, o hər şeyə qadirdir. Bu nəticəni əldə etmək üçün mütəmadi məşqlər lazımdır. Yarış öncəsi daxildə bir hiss olur ki, görəsən necə olacaq. Amma inam, xalqımız və rəhbərimizin dəstəyindən aldığım güc mənim bu rekordlara imza atmağımda ən başlıca rol oynayır. Allah rəhmət eləsin bizim ulu öndərə Heydər Əliyevə. Onun gözəl bir sözü var. Mən bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. O söz həmişə mənim beynimdədir. Və ən böyük hiss o söz orada deyilir. Yəni o bayraq qalxanda, çünki Azərbaycanın bayrağıdır bu. Azərbaycan tanınır. Belə idmançıları yetişdirmək üçün Milli Paralimpiya Komitəsi mütəmadi olaraq seleksiya işləri aparır. Bu məqsədlə Əlillərin Sosial Reabilitasiya Mərkəzi xüsusi diqqət mərkəzindədir. Azərbaycanın hər rayonundan, hər güşəsindən bu mərkəzə əlilliyi olan insanlar gəlir peşəvər təhsil almağa. Bəzən görürsən ki, 70 nəfərin içindən 1-2 nəfəri biz seçə bilirik. Bu tapıntı olur. Və həmin insanları yönəldirik Paralimpiya Komitəsinə. Artıq onlarla professional məşqçilər məşğul olur. Daha bir tədbirə layiq hal odur ki, mərkəzdə onların şəxsi təşəbbüsü ilə Arabacı internet televiziyası da fəaliyyətə başlayıb. Məqsədimiz əlilliyi olan insanlarla qurumlar, dövlət qurumları və bütün təşkilatlar arasında körpü olmaqdır. Maksimum bilik alın. Tək verilən bilik yox. Bütün başqa ədəbiyyatla da tanış olun. Və yüksək mənəvi dəyərlər əsasında yaşayın. Belə olanda siz Azərbaycanın gələcəyinin həqiqi qurucular olacaqsınız. Dünya miqyasında saysız hesabsız uğurlara imza atan paralimpiyaçılarımızın təhsil almaları xüsusi önəm kəsb edir. Onların arasında xarici universitetlərdə təhsil alanlar da var. Bizim universitetimizdə əlilliyi olan insanlar təhsil alır. Son zamanlar Azərbaycanda paralimpiya hərəkatının inkişafı göz qabağındadır. Sevindirici haldır ki, bu hərəkatın inkişafında xidməti olan paralimpiyaçılar da bizim tələbələrimizdir. Bugün burada onlardan üçü, Kamal Məmmədov, Vüsalə Kərimova və Kənan Pirizadə təhsil alır. Əsası milli lider Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğını paralimpiyaçılarımız bugün də öz üzərlərində hiss edirlər. Onlar Prezident İlham Əliyevin sərəncamı ilə orden və medallarla təltif, mənzil və avtomobillərlə təmin olunublar. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən paralimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev fondunun aylıq təqaüdlərinə və diplomlarına layiq görülüblər. 2 qat paralimpiya çempionu İlham Zəkiyev fondun təsis etdiyi Qızıl Çınar mükafatı da alıb. Ölkə rəhbərliyinin paralimpiyaçılara göstərdiyi diqqət Beynəlxalq Paralimpiya Komitəsi tərəfindən yüksək qiymətləndirilib. Onlar isə öz növbələrində 2015-ci ildə Prezident İlham Əliyevə Ali Paralimpiya mükafatı təqdim ediblər. Bu işlər sırf cənab prezident adına bağlıdır. Onun diqqəti, onun belə bütün məsələlərə olan kömək, bu onların tərəfindən də məlum olundu və sözsüz ki, çox yüksək qiymətləndirildi. 1996-cı ildə 2 nəfərlə başlayan bu hərəkat 20 il ərzində sıralarında yüzlərlə sağlam ruhlu insanı birləşdirən mehriban bir ailəyə çevrildi. Milli Paralimpiya Komitəsi bizim dayağımız olmasaydı, arxamızda dayanmasaydı, bütün bu nailiyyətlərə, yəni ki, bu proseslərə, ağır proseslərə gəlib öhdələyənməzdik, ona həddələyənməzdik. Bu illər ərzində paralimpiyaçılar öz zəfərləri ilə bir daha sübut etdilər ki, ağıl, qüvvə, ruh varsa, qələbə qaçılmazdı və danılmazdı. Yüksəklikdən tullanaraq 20 illik yubiley tədbirinə start vermələri də bunu bir daha sübut etdi. Paralimpiya Komitəsinin prezidenti kimi bütün komitəni, hərəkatımızı, ailəmizi bu gözəl tarix münasibətlə təbrik edirəm. Əminəm ki, gələcəkdə də növbəti tarixlərimizdə biz növbəti zəfərlərimizi də qeyd edəcək, növbəti nailiyyətlərimizi də göstərəcək və paralimpiya hərəkatı bu artıq geriyə dönməyən bir prosesdir, irəli gedəcək, bizim inkişafımız irəlidir. Birgə, mehribançılıqla, təşkilatçılığımla, hamı ilə prezidentimiz başda olmaqla irəli.
Qarabağ qazisi olaraq Səngərdə başladığım mübarizəni hal-hazırda idman arasında tatamidə davam edirəm. Çox xoşbəxtəm ki, qazandığım uğurlar bir çox idmançıların sıralarımıza qatılmasına səbəb oldu. Hər şey atdığım ilk adımdan başladı. Paralimpiya Komitəsi doğmalarımın mənə güc verdiyi məkandır. Hər gün daha bir addım irəli. Fiziki məhdudiyyət qüsur deyil. 242 kiloqram ağırlıq qaldırmaqla mən sübut etdim ki, fiziki qüsurum yoxdur. Mən hər gün ayaq üstündəyəm. Qürurla dayanmışam düşüncələrimdə. Təəssüf etdiyim yeganə məqam uğurlarımızda Azərbaycan himnini ayaq üstə dinləyə, oxuya bilmirəm. Bugün biz çox güclü, inamlıyıq. Bir yumruq kimi birləşmişik. Sanki hər birimiz 20 yaşlı gənc, perspektivli, tam sağlam və ancaq uğura doğru düşünən bir Azərbaycan vətəndaşıyıq. Heç nəyə görə heyfslənmirəm. Hətta həyatımda nəyisə dəyişmək lazım olsa belə bunu etmərəm. Çünki Paralimpiya kimi ailəm və əldə etdiyim bol-bol uğurlarım var.